Azərbaycanın Məhkəsi AXÇP-dir. Azərbaycanın imamı Əli Kərimlidir. Gedin Əli Kərimlinin əhatəsində birləşib Əli Kərimliyə dəstək verirsinizsə, sizin imamınız, bugünkü imamınız Əli Kərimlidir. Siz, necə olur? İmamın fərqi yoxdur. İmam bütün insanlardan ola bilər. Onunki imamımız da, Peyğəmbərimiz də bizim adi insanlar olur. Başa düşdünüz? Belədir ki, Əli Kərimlini ilahiləşdirin, Əli Kərimlinin arxasınca gedin. Qardaş, bilirsiniz niyə? Bizim imamlarımız, bizim peyğəmbərlərimiz də o vaxtları bizim haqlarımızı, hüquqlarımızı tapdalanmasından deyənə mübarizə aparıblar. Bugün Əli Kərimli də, Əli Kərimlinin ətrafında olan o cihada qalxan insanlar da Azərbaycanın demokratiya müstəqil uğrunda mübarizə aparırlar. Bu danılmaz bir faktdır. Qənimə Zahidi olsun, Əfqan Muxtarlısı olsun. Qardaş, bir yerdə toplaşmalıyıq, bir yerdə cəmləşməliyik. Diktator İlham Əliyevi bir yerdə yıxmalıyıq. Mən neçə dəfələrlə Əli Kərimliyə qarşı olan provokasiyaların, AXÇP-yə qarşı olan provokasiyaların üstünü açmışam. Qabil bəyin verilişində də açmışam. Öz verilişində də açmışam. Hələ yenə də açmağa davam edirəm. Gəlin Əli bəyin ətrafında toplaşaq. AXÇP-ni qoymayaq kimsə yıxsın. İmkan verməyək.